Yeri gəlmiş ki, məni bir şeydir, bir sizlə maraqlandırır Tural bəy. Yaxşı, Zelenski gəldi Azərbaycana. Alyona'nın Zelenski ilə görüşü oldu mu? Məsələn, mən bunu bilmək çox maraqlı olardı. Niyə də göstərməyəsən? Hı -hı. Elə Çox deyil. maraqlı məqamdır. Mən də düşünürəm ki, ən azından İlham Əliyev Zelenskini öz evinə, imarətinə dəvət edə bilərdi bir qonaq kimi, əziz qonaq kimi. Çünki ailəsinin bir üzvü də Ukraynalıdır, Alyona Əliyeva. Necə ola bilər? Axı biz keçənlərdə gördük ki, Rusiya prezidenti Azərbaycana səfər etdi, hələ müharibə gedən ərəfədə idi və Mehriban Əliyeva da gəldi, evində görüşdülər, birgə terasla oturdular, bir poz verdilər, görüntünün şəkildə gördük biz Putin gələrkən. Niyə? Düymələri açıq, göy ki öz evinə gəlib. Qalstuklusuz falan. Amma Zelenskini evinə dəvət etmədi. Maşallah, axı cənab prezidentimizin də təkcə Bakıda evi yoxdur ki. Baxır, Qəbələdə də evi var. Orada da hətta bir kəndi, o həmən Qəbələyin bir kənd var. Kəndi yerlə yeksin eləyib, hətta qəbirstanlığı da köçürmüşdü. Xatirinizdədir, bir reportaj da hazırlanmışdı orada. Əliyev orada özünə böyük bir imarət də tikmişdi. Bu kəndin 2 sakini var. Ölkə başçısı İlham Əliyev və onun qızı Leyla Əliyeva. Qəbələnin Küsnət kəndi bu 2 sakinə görə boşaldılıb. Hazırda kəndə giriş qadağandır. Qonşuluqda yerləşən Laza kəndində sakinlər Küsnət barədə keçmiş zamanda danışırlar. Aşağıda yerləşirdi də orada prezidentlikdi. Aşağıda var ya, Pavarotta küncdə. Orada olurdu da Küsnət kəndi. Orada gətirib, orada da görüşdürə bilərdi, amma bunu görmədik. Heç Mehriban Əliyeva da yox idi, vitse-prezident. Mehriban Əliyeva yox idi. Bu çox maraqlı bir məqamdır ki, Putin gələndə ailə üzvü kimi, Zelenski gələndə isə ailə yoxa çıxmışdı. Məsələn, o qədər pul töküb PR-a verməkdənsə, ən gözəl PR məncə bu olardı ki, Alyona Zelenski ilə Ukrayna dilində danışır. Elə deyilmi? Soruşaq izləyicilərimizdən sizə necə təsirat bağışlayardı bax belə bir görüntünü görmək? Gizlədirlər ki, adam Ukraynalıdır. Yəni belə də olmaz da. İndi əslində çox sağ ol desinlər ki, mehmana görə bugün xanım Pasxaya da gedə bilir, nə bilim, kafedrala gedə bilir və s.